Simple tenselərdən baxaq görək. Səhvlərinizi deyin görək. 1-dən 19-a qədər. 17-yə qədər var. 5. 5-də every 2 years. Every hansı zamandır? İndiki zaman. İndiki zaman necə düzəlir? Feilin sonuna SES artırmaqla və ya artırmamaqla. Məsdərdən to-nu atıram, feil olduğu kimi qalır. Yaxşı, SES-i nə zaman artırıram? He-she, it-də. İndi bax görün mübtədan nədir? Ay. Ayda heç nə olmayacaq. B variantı. Yəni feili başlanğıcda saxlayacaq. 17-yə qədər. 15. 15-də zaman zərfimi gördüm. Sometimes. Sometimes adətən. Hansı zaman? İndiki. Dedim indiki zaman necə düzəlir? Feil sonuna SES artırmaq ya da artırmamaqla. Yəni feili başlanğıcda saxlamaqla. Bu da nədən asılıdır? Mənim mübtədamdan. Mr. Brown. Ay sağ ol. Əgər tək mübtəda, cəm mübtəda ilə qarışdırırsansa, tez çevir şəxs əvəzliyinə. He o kişi cinsi. Deyirəm 3-cü şəxsin təkində he, she, it-də. Feilin sonunda indiki zamanda SES olur. Yəni E variantı. Sonra 16-da. 16-nı atmışdınız mənə də. 16-da Pete 3-cü şəxsin təki, yəni kişi cinsi he. İndiki zamanda S istəyir. A gedir, C gedir. İkinci tərəfdə yenə he veribdir. He, she, it, S istəyir. E variantı gedir, D variantı gedir. Qalır B variantı. Aha, sonra 17-də my aunt always. Always hansı zamandır? İndiki zaman. Xala bibi, she qadın cinsi, S olmalıdır. C variantı getdi. D variantı getdi. Amma uşaqlar bir şeyə diqqət eləyin ki, usually ilə always keçmiş zamanda da işlənə bilərlər. Ona görə çıxmıram variantı. Keçmişi və A isə ol. Hə, eyni saxlayıram. İndi gəlirəm ikinci tərəfə. She-dir. 3-cü şəxsin təki S istəyir. E variantında bəli, cook qalıbdır. B variantında cook qalır, çıxır. Qalır cavabım A variantı. Çünki S olmalıdır. Uses, cooks. Sonra 19-da. 19-da always veribdir. İndiki zamanda ola bilər, keçmiş zamanda. Əsas məsələ Ted, he kişi cinsidir. Tedin feilində S olmalıydı. A gedir. Davam edici deyil, B gedir. İkinci tərəfə gəlirəm, yenə always veribdir. 3-cü şəxsin təkidir. He, she, it-də doesn't olar, getdi. Qaldıq C ilə D-nın arasında. Uşaqlar, həzin özünün köməkçi ola bilməsi üçün, qulaq as, həzin özünün köməkçi olması üçün həzdən sonra got ya da participle to gəlməlidir. Got ya da participle to. Görsən burada da get gəlibdir. Deyə bilərsiniz ki, müəllim get gəlib. Get orada əldə etmək, almaqdır. Has got başqa şeydir, var, sahib olmaqdır. Ya da participle to. Get burada başlanğıcdadır, getdi. Qalır cavabım C variantı. Yenə deyirik, have has-in özünün köməkçi olması, yəni sualı inkarı have has-in özü ilə düzəltməyimiz üçün have has-dən sonra nə gəlməli idi? Got ya da participle to gəlməli idi. Sonra 21-də often indiki zaman tez-tez. İndiki zaman necə düzəlir? Feil sonuna SES ya da başlanğıc. Bax, sən yenə çaşdın orada. Deməli, qalır B ilə C variantı. Maya baxmırıq balam orada. Parents-ə baxırıq. Ümumiyyətlə, yəlik hal, yəli əvəzliyi görmüşəm. Ondan sonraya baxırıq. Bəli. Qarışdıran varsa elə yadda saxlaya bilər. Olur cavabım C variantı. Gördün ki, sən mübtədanda S var, xəbərində S olmayacaqdır. Travel. Bəli. Sonra, yəni bunu qarışdıranlardan ötürü deyirik də. 22-də she, 3-cü şəxsin təkidir. SES istəyər indiki zaman. Məsələn, shall yox, will olmalıdır. Yox. Don't yox, does olmalıdır. Have yox, has olmalıdır. Spend yox, spends olmalıdır. A variantı. Bunu bilirik də. Bunları əvəzliklə yadda saxla ki, sahib he, she, it-də feilin sonunda SES istəyir indiki zamanda. Testə baxmır axı Nihat. Niyə baxmırsan Nihat? Adəm, keç əlinin yanına testə bax da, zamanlarını test edin. Niyə baxmırsan? 29-da.
Yenə gördüm orada usually indiki zamanda olar keçmişdə. B gedir, davam edicidir. D gedir, davam edicidir. İkinci tərəfdə yesterday gəlib keçmiş zamandır. Has done indiki bitmişdi, does indikidir. Qalır cavabım C variantı. Deyir o adətən ev tapşırığını öz otağında edir. Amma deyir, dünən mətbəxdə etdi. 39-a qədər ağıllı olaq, testimizə baxaq. 42-yə qədər. 42-yə qədər. Görək 42 nədir? Hə. Deməli, baxıram ki, brother, qızlar testə baxın. He, o, bəli, kişi cinsi. Deməli, B variantında 2-də dazla sual vermişəmsə, drinkin axırında S düşməlidir. A deməli. Bəli. 4-də də didlə sual verirəmsə, drink olmalıdır. Yəni, əgər didlə sual verib, didn't-la inkar eləyirəmsə, feil başlanğıca qayıtmalıdır. 4-də gedir, qalır 1. Gələcək zaman, keçmiş zaman, indiki zaman. Bəli. Sonra? 5 var vermə. O da mən feilin S-i daza keçibdir. Ona görə. Ay, sağ ol, bəli, elə deyirik. Sonra 49-a qədər var. 58-ə qədər var. 50. 50, bax. Görək nədir 50? Əvvəl mən baxım sonra. Bax görək. Mən baxmayayım. Usually indiki zamandır. Bax, birinci tərəf usually indiki zaman, ikinci tərəf yesterday keçmiş zaman. D variantında have had indiki bitmiş. E variantı have had indiki bitmiş. A variantı bəli, C variantı. Bəli. C variantı. Birinci tərəf indiki zaman, ikinci tərəf keçmiş zaman. 301 var. 301 bax. Bir də saat 51-də. izləyəndən sonra eləyim hərəkətlər. Bəli, usually, bir də last week var. Birinci tərəf indiki zaman. B variantı davam edicidir. D variantı davam edicidir. E variantı keçmişdir. A qalır, C qalır. İkinci tərəfdə də, bəli, last keçən həftə deyir, C variantı olacaq. Ay, xoş qədəm. Bəli, bəs 10 dəqiqə tez buraxın. Təsir dairəsinə döndük bura. 56. Qaynar xəttəydik, bəli. Xoş qədəm. Xoş qədəm yox, xoş. Yox, bunlar çox belə rahat, səviyyəli müzakirə edirlər. Təsir dairəsi, yox, xoş qədəm deyil. Aha. Yesterday, keçmiş zaman gördüm. Keçmiş zaman nə olacaqdı? Feed, fed, C variantı. Kök. Hə, bir dənə. Bəli, İ'nin biri düşür. İ'nin biri düşür. Bəli, meet kimi, feed, fed, sleep, slept. 57-yə baxın qəşəng testi. 100% hamı tomorrow-nu görübdü. Xeyr. Bəli, bu tələyə düşənlərdən biri daha. Bəli. Deyirəm ki, baş cümləm keçmiş zamandadırsa, budaq cümləmdə keçmişdə olmalıdır. Və burada tomorrow gələcək olduğuna görə, deməli mənim cümləmin xəbəri keçmişə nəzərən gələcək zamanda. Gələcək ilə keçmişdən vaxtdan uzlaşır. Eləsi şey demişdik. O keçmişə nəzərən gələcəkdir. D variantı deyib balam. Sahib D variantıdır, D. Nihat testə bax. D keçmişdə ölçü. Keçmişdir də. Uzlaşıb da keçmişə nəzərən gələcək zaman. Aynen, bizlər uzlaşma keçdik. Bax dedik indiki, keçmiş, indiki gələcək. Aha. Yox, başqa nə dedik? Bunlar da. Niyə keçmişlər də dedik də? Bir tərəf keçmiş olanda digər tərəf sadə keçmiş. Bir tərəf keçmiş, digər tərəf keçmiş davam edici. Keçmiş bitmiş, keçmişə nəzərən gələcək bu. Sonra 68. Baxayım. Burada da cızıldı deyəsən. Deməli, burada birinci tərəfdə usually, ikinci tərəfdə yesterday. Mənim A, B, gedir, C qalır, E qalır. Ya cıdı ya adama cıdı. A, D, E getdi. B qaldı, C qaldı. Birinci tərəfdə usually ya indiki olar, ya keçmiş olar. Qalır C variantı. Yəni, arar gedir, davam edilir. 76-ya qədər. 70. Ha, yəqin ki, idi vermişsən, E variantı. Orada didn't-ı görməmsən. Yesterday keçmiş zamandır və didn't veribdir. Didlə sual verdikdə, didn't-la inkar verdikdə feil qayıtmalıdır başlanğıca C variantı. 80-ə qədər. 80.
Deməli, əndlə bağlanıbdır. Uşaqlar, əndlə bağlanıbdırsa, Sabir, Bəli, bu əndlə bağlanıbdırsa, demək ki, bu sadə keçmiş zaman olacaqdır. Ardıcıl hərəkətlərdir. Olur cavabın B variantı. Məsələn, A variantında bir tərəf keçmiş, bitmiş, indiki verir. Bir tərəf keçmiş, digər indiki bitmiş. İki tərəfdə bitmiş zaman. D variantında indiki ilə keçmiş. Qalır cavabın B variantı. Yəni uzun sözün qısası, cümlə əndlə bağlanıbdırsa, feillərim əndlə bağlanıbdırsa, hər iki tərəf sadə keçmiş olacaq. Sonra Sen bir tane bak. Mesela 83 Deyim də adam. usually indiki zaman. Buydu, getdi. E də getdi. İkinci tərəfdə də last weekend veribdi. C variantı keçmiş zaman. Uşaqlar, amma yenə də diqqətli olursunuz. Usually keçmiş zamanda da işlənə bilir. Yes. Okay. 93-ə qədər. 94. 94. Adem çaşın dərsəmin deyil. 94. He had deyir. He had. Keçmiş zaman. Sahib. Bax görək cümlənin xəbəri. Bəli. Cümlənin xəbəri haddir, keçmiş zaman. Demək keçmişlə olmalıdır. C gedir, B gedir, D gedir. A qalır, E qalır. Dinlə sual verikdə də feilin idisi düşməlidir. Ya da feil başlanğıca qayıtmalıdır. A variantı. Başa düşdü hamı? Ülvi 100-dən sonra var. Yok. Təmkinək deməli, söz verir. De görüm. 192. 192. Getdik 192-yə. Getdi. 190. Cavab buydu. Mənim keçmiş. Buydu. Orada bir şeyə diqqət eləməlisiniz. At all. 192. At all. At all nədir? Hər şey. İnkar cümlənin sonunda Sonunda işləyir. işləyir. Mən Yet kimi. B gedir, D gedir, E gedir. Julia and Anne deyir. 2 nəfərdir. Daz olmaz, qalır C variantı. At all, yet kimi cümlənin, inkar cümlənin sonunda Asıl işləyir. her şeydi. Qətiyyən. Deyir ki, onlar qətiyyən ev təmizləmədilər. Dirək müəllim. Bitdi bunlar. 15 dəqiqə tez. Başqa var Ülvi. Deyək bu gün olar.